Hamıya salam. Bugünkü videomuzda biz Konstitusiya Məhkəməsinin 17 iyun 2010-cu il tarixli Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair plenum qərarını sizinlə müzakirə edəcəyik. Bugünkü videomuzda məhz Konstitusiya Məhkəməsinin niyə Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini əlaqəli şərh etdiyini öyrənməyə çalışacağıq. Belə ki, 2009-cu ildə İbrahimova qarşı qətl hadisəsinin törədilməsi ilə bağlı cinayət işi başlanmışdı. Lakin cinayətin gedişində müəyyən olmuşdu ki, İbrahimova qarşı hər hansı sui-qəsd, qətl törədilməyib. Əksinə, onun əməlində Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri, yəni quldurluq, yaşayış sahəsinə daxil olmaq törədildikdə və silahdan istifadə edilməklə törədildikdə maddələri ilə, həmçinin 228.1-ci maddəsi, yəni qanunsuz silah gəzdirmə maddəsinin tərkib əlamətlərinin mövcud olduğu sübut olunmuşdur. Lakin İbrahimov öldüyündən, dünyasını dəyişdiyindən onun barəsində cinayət təqibi davam etdirilməmişdir və 39-cu maddəsinin 1.5-ci bəndi ilə, yəni şübhəli təqsirlənən şəxs öldükdə əsası ilə həmin şəxsin barəsində bəraətverici olmayan əsaslarla cinayət təqibinə xitam verilmişdir. Lakin İbrahimovun yaxın qohumları və onun müdafiəçisi dəfələrlə məhkəməyə müraciət edərək bildirmişlər ki, İbrahimova barəsində bəraətverici olmayan əsaslarla xitam verilməsi ilə onlar razı deyil və onlar istəyirlər ki, məhkəmə baxışı davam etdirilsin, yəni cinayət işinə məhkəmədə də baxılsın və məhkəmənin yekun hökmü ilə İbrahimova bəraət verilsin. Çünki bəraətverici olmayan əsaslarla hər hansı cinayət işinə xitam verildikdə bu və digər səbəbdən şübhəli və təqsirlənən şəxsin əməlində cinayət, yəni onun tərəfindən cinayət törədildiyi ehtimalı qalır. Misal üçün, yetkin yaşına çatmayan şəxs olduqda, şübhəli təqsirlənən şəxs öldükdə və yaxud da şübhəli təqsirli şəxs anlaqsız olduqda və başqa əsaslarla cinayət təqibi başa çatdırıla bilmir və ona xitam verilmiş olur. Məhz İbrahimovun yaxın qohumları və onun müdafiəçisi bu əsasla razılaşmadıqları üçün dəfələrlə məhkəmə nəzarət qaydasında şikayət edərək öz fikirlərini bildirmişlər. Lakin 2010-cu ildə qüvvədə olan Cinayət Prosessual Məcəlləsinə əsasən bəraətverici olmayan əsaslarla cinayət təqibinə xitam verildikdə yalnız şübhəli və təqsirlənən şəxsin razılığı ilə bu mümkündür. Yəni həmin şəxslərin razılığı olmadan cinayət təqibinə xitam verilməsi mümkün deyildir. Və belə olan halda cinayət təqibi üzrə icraat Cinayət Prosessual Məcəlləsi ilə müəyyənləşmiş qaydada davam etdirilirdi və hökmün çıxarılması ilə cinayət təqibi başa çatdırılırdı. Amma burada bir məqam mövcuddur ki, İbrahimov həyatda olmadığı üçün, yəni təqsirləndirilən və ya şübhəli şəxsin onun razılığı alına bilmədiyi üçün cinayət təqibinə xitam verilməsinə qarşı hər hansı şikayət verilə bilməzdir. Çünki 2010-cu ildə 41.2-ci maddəsində yalnız şübhəli və təqsirlənən şəxsin razılığı tələb olunurdu. Və həmçinin Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsində ölüm halını yalnız təqsirlənən şəxs statusuna malik olan şəxslərlə bağlamamaqla cinayət təqibi üzrə hər hansı bir status olmayan, lakin İbtidai Araşdırma Orqanı tərəfindən cinayət qanununa nəzərdə tutulmuş əməl törətmiş şəxs hesab olunurdu və həmin şəxs bu maddədə həyata olunurdu. Amma onu diqqətinizə çatdırmaq istəyirəm ki, Cinayət Prosessual Məcəlləsində əməli törətmiş şəxs, yəni cinayət qanununda göstərilən əməlləri törətmiş şəxs anlayışı və ya statusu yoxdur və Konstitusiya Məhkəməsinin plenumunda maraqlı bir məsələyə toxunur ki, burada şübhəli və təqsirlənən şəxs ölərsə, yəni onlara hər hansı bir ittiham elan oluna bilmirsə və onlar da deməli, cinayət təqiblər hansı statusa malik olmadan dünyasını dəyişiblər və bu maraqlı məqamda qeyd olunur. Lakin Cinayət Prosessual Məcəlləsinin 46.5.2-ci maddəsində təqsirlənilə bilən şəxs ifadəsinə yer verilir və bu ifadədə də həmin şəxslər nəzərdə tutulur ki, onlar artıq təqsirləndirilən şəxs deyillər və amma
əməllərində cinayətin tərkib əlamətləri olduğu üçün onlar təqsirləndirilə bilən şəxs hesab oluna bilərlər. Konstitusiya Məhkəməsi nəticədə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin məcəllənin, yəni Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmə hüquqlarının müəyyən edilməsi Milli Məclisə tövsiyə olunsun. İkinci növbədə isə bildirilir ki, Cinayət Prosessual qanunvericiliyinə müvafiq əlavə dəyişikliklər edilənədək Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermə hüququ məhkəmə nəzarət qaydasında həyata keçirilə bilər. Və artıq Konstitusiya Məhkəməsinin gəldiyi bu nəticələr də özünü Cinayət Prosessual Məcəlləsində tapmışdı. Çünki 2010-cu ildən sonra artıq Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə Milli Məclis tərəfindən əlavələr edilmişdi. Orada şübhəli və təqsirlənən şəxs və onun yaxın qohumları, həmçinin onun müdafiəçisi və hüquqi varisinin də razılığı tələb olunurdu. Çünki 39.1.5-ci maddəsinə əsasən şəxs öldükdə onun yaxın qohumları, müdafiəçisi və hüquqi varisi həmin ölən şəxsin hüquqi mənafelərini artıq qorumaq və onu davam etdirmək səlahiyyətinə malik olurdu və bunlarla yanaşı Cinayət Prosessual Məcəllədə müdafiəçisinin də ölmüş şəxsi müdafiə edən vəkilin də artıq müvafiq səlahiyyətləri 92-ci maddədə qeyd olundu. Həmçinin 106.1, yəni 106.1-ci maddəsində də ölmüş şəxsin hüquqi varisi qeyd olundu və qeyd edək ki, Cinayət Prosessual Məcəllədə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin hüquqi varisləri mövcud ola bilər. Bugünkü videomuzda biz Cinayət Prosessual Məcəlləsinin iki maddəsi, yəni 39.1.5 və 41.2-ci maddəsini sizinlə arasındakı olan ziddiyyəti və qanun uyğunluğu müzakirə etməyə çalışdıq və bu videonun da sonuna gəlib çatdıq. Sağ olun.